Şərh, bağışlayan və mehriban Allahın adı ilə. Məyər biz sənin sinəni genişləndirmədikmi? Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən? Elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən və nübüvvət yükünün ağırlığını səndən götürmədikmi? Onu sənin üçün yüngül etmədikmi? Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü və adını sənin əzəmətin üçün ucaltdıq ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni məd etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə məhmud, bəyənilən olasan. Bil ki, şübhəsiz hər bir çətinliklə yanaşı bir asanlıq var. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır. Ya Peyğəmbər, elə ki, risaləti təbliğ etməkdən azad oldum, Allahın ibadətində çalış və öz Rəbbinə rəğbət göstər.